Bugün Dünyaya Baxışda. Barack Obama və Mitt Romney ikinci debatda qarşılaşdılar. Ərəb Liqasının Suriya üzrə elçisi Livana səfər edib. ABŞ, Cənubi Koreya və Yaponiya rəsmiləri Tokyoda görüşür. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Dünən Prezident Barack Obama və Respublikaçı namizəd Mitt Romney New Yorkda Hofstra Universitetində ikinci debat görüşündə üzə gəldilər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər və xarici siyasət məsələlərini müzakirə etdilər. Ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barack Obama daha çox ötkəmlik nümayiş etdirdi və Mitt Romney-ni bəzi məqamlarda sərt tənqid etməkdən çəkinmədi. Romney'nin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü 5 müddəalı plana rişxənd edən cənab Obama, Respublikaçı namizədin Bain Kapital şirkətindəki fəaliyyətini önə çəkdi. But we can't tell you until maybe after the election how we're going to do it. You wouldn't have taken such a sketchy deal. And neither should you, the American people. Because the math doesn't add up. Öz növbəsində Romney Obamanın dəyərləndirməsini reallıqdan xeyli uzaq adlandırdı. Respublikaçı namizəd bəyan etdi ki, orta sinifi çıxan onun planları deyil, prezidentin son 4 ildə yürütdüyü siyasətdir. Liviyada ABŞ səfirinin öldürülməsi haqda deyilənlərə kəskin reaksiya verən Prezident Obama, rəqibinin onun milli təhlükəsizlik məsələlərini siyasətləşdirməsi haqda dediklərini təhqiramiz adlandırdı. Liviyada ABŞ səfirinin öldürülməsi haqda deyilənlərə kəskin reaksiya verən Prezident Obama, rəqibinin onun milli təhlükəsizlik məsələlərini siyasətləşdirməsi haqda dediklərini təhqiramiz adlandırdı. Prezident debat izləyicilərini əmin etdi ki, onun administrasiyası ABŞ-a qarşı terror aktları törətmiş adamları cəzalandıracaq. That's not what I do as president. That's not what I do as commander-in-chief. BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Laxtar Brahimi son səfəri olaraq Suriyada artıq 19 aydır davam edən böhranla bağlı müzakirələr aparmaq üçün Livana səfər edib. Cənab Brahimi bugün Livan prezidenti Mişel Süleyman, baş nazir Nəcib Mikati və parlamentin spikerləri ilə görüşlər keçib. O deyib ki, Suriyanın vətəndaş müharibəsi bütün yaxın şərqə yayıla bilər. Bundan əvvəl cənab Brahimi Misir, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və İrana səfər etmişdi. Bu həftənin əvvəllərində o Suriyanın müttəfiqi İranı gələn həftə başlayacaq müsəlmanların müqəddəs Qurban bayramı zamanı Suriyada atəşkəsə nail olmasına yardım etməyə çağırmışdı. Suriyanın Dövlət Sana Xəbər Agentliyi Xarici İşlər Nazirliyinin sözcüsü Cihad Maqdisiyə istinadən bildirib ki, Suriya məsələnin konstruktiv həllinin tapılması üçün cənab Brahimin gəlməsini gözləyir. ABŞ, Cənubi Koreya və Yaponiyanın yüksək rütbəli rəsmiləri Şimali Koreyanın raket və nüvə silahı inkişafı məsələsində əməkdaşlığı davam etdirəcəklərinə dair razılığa gəlib. Üç ölkənin nümayəndələri Şimali Koreyaya dair narahatlığı müzakirə etmək üçün bugün Tokyoda görüşüb. ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Glyn Davis, Şimali Koreyanın ölkədə islahatlarla bağlı aparılan danışıqlara baxmayaraq, hələ də nüvə silahına malik olduğu ehtimalı ilə fəaliyyət göstərdiyini deyib. Rəsmilərin bildirdiyinə görə, danışıqlar eyni zamanda Yaponiya və Cənubi Koreya arasında ərazi mübahisəsinə görə son aylar iki tərəfli münasibətlərin bərpasına şans verib. Yaponiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Shunsuke Sugiyama iki ölkə arasında problemlərin olduğunu, lakin hər iki tərəfin Şimali Koreya məsələsində həmrəy olduqlarını deyib. Rusiyada müxalifət lideri Sergey Udaltsova qarşı kütləvi qiyam təşkili ittihamı ilə cinayət işi qaldırılıb. Rusiyanın kəşfiyyat xidməti Udaltsovun Gürcüstan rəsmiləri ilə Rusiya hökumətinə qarşı konspirasiya hazırladığına dair sənədli filmin nümayişindən sonra onun ittiham edildiyini bildirib. Kəşfiyyat xidməti filmin saxtalığına dair dəlil aşkar etmədiyini bəyan edib. Hökumətin tənqidçisi olan Udaltsov isə ittihamları rədd edib. Bugün onun Moskvadakı mənzilində axtarış aparılıb. Rusiyanın kəşfiyyat xidməti bir neçə digər müxalifət liderləri ilə də bağlı istintaqa başlandığını bildirib. Yaponiyada polis Okinawa adasında 2 ABŞ hərbi dənizçisini Yapon qadını zorlamaqda şübhəli bilərək həbs edib. Bu, Amerika qoşunlarına dair ölkədə mövcud gərginliyin daha da artmasına səbəb olub.
Rəsmi Tokyo ABŞ səfiri John Rusu məsələyə aydınlıq gətirmək üçün dəvət edib və insidentlə bağlı nota verilib. Hadisənin Okinawa adasında dünən sübh çağı baş verdiyi deyilir. Yaponiyanın yüksək rütbəli rəsmiləri ilə görüşdən sonra səfir Rus Vaşinqtonun məsələdən narahat olduğunu və aparılan təhqiqata tam dəstək verəcəyini deyib. Bundan öncə ABŞ hərbi qüvvələrinin Yaponiyada əsas bazası yerləşən Okinawa adasında mübahisəli Osprey hibrid təyyarəsinin adaya gətirilməsi sakinlər arasında narazılığa səbəb olmuşdu. Günün mühüm xəbərləri və reportajlarını, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanunsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudafisləşirəm. Salamat qalın.